Azərbaycan Taekwondo Federasiyasının təşkilatçılığı ilə klublararası Avropa çempionatı və Bosniya Open beynəlxalq turnirində uğur qazanan idmançılarımız və məşqçiləri ilə media nümayəndələrinin görüşü keçirilib. Görüşdə idmançılarımız turnirlə bağlı təəssüratlarını bölüşüblər. İyun ayının 18-i, 20-si və 21-i, 22-si tarixlərində Bosniya və Hersegovinanın paytaxtı Sarayevo şəhərində iki mötəbər beynəlxalq yarışda Azərbaycan komandası iştirak etdi. Ümumilikdə 10 komanda ilə qatıldığımız bu hər iki mötəbər yarışı yüksək nəticələrlə başa vurduq. Bütün idmançılarımıza uğurlar arzulayıram. Ən gərgin keçən döyüşlərindən biri Klublararası Avropa çempionatında Rusiya təmsilçisi olan idmançı da keçdi. Rəqibimə 3-cü raundda böyük xalla üstün gələrək qalib oldum. Bu yarış həm də 21 yaşındakı idmançıların Avropa çempionatına vəsiqə xarakteri daşıyırdı. Orada da ölkəmizi layiqincə təmsil edəcəyimi düşünürəm. Qeyd edək ki, taekvondoçularımız Sarayevoda keçirilən klublararası Avropa çempionatında 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Bosniya Open turnirindəki uğurlu çıxışlarla birlikdə komandamız hər iki yarışda ümumilikdə 3 qızıl, 5 gümüş və 8 bürünc olmaqla 16 medal əldə ediblər. Nigar Rəcəbova, Ziya Allahyarov, APA TV.